Salam Esat Türəklər. Bu gün sizinlə 3 mart 2024-cü il buraxılış imtahanında düşən ingilis dili suallarının izahına baxacağıq. Gəlin başlayaq ikinci sualla. Make up a sentence. Cümləni tamamlayın, cümlə qurun. The boy, başlasın belə üçlən, has been cutting 5. The wood 1. In the garden bağda for 15 minutes. Okay. 3, 5, 1, 4, 6, 2. D variantı. Choose the correct variant. Düz cümlədə seçin. Christmas is celebrated on December 25th. Baxıram. Is sual və inkarın öz yaratdığı üçün deməli mən izlə cavab almalıyam. Ona görə də A çıxır, D olmaz, Y çıxır, D olmaz. Yəni da çıxır, C olmaz. Qalıram B ilə D arasında. İndi baxıram. Əvvəlki cümləm əgər təsdiqdirsə, vergüldən sonra inkarda qoymalıyam və yaxud da tərsi. Baxıram, is təsdiqdə olduğu üçün deməli isn't it qoymalıyam. B variantı. Choose the correct variant. Tiger is as the lion. Mən əzəzdən də başa düşürəm ki, bu sifətin dərəcəsini göstərir və yaxud da zərfdə ola bilər. Verilməsin asılıdır. Burada iz verildiyi üçün sifətin dərəcəsidir. Əzəz ad dərəcəni istəyir mənə, yəni heç bir şəkildə olmayacaq. S də olmaz, A çıxır, R olmaz, B çıxır. Yəni mor və yaxud da R ola bilməz. Elə D, S də ola bilməz, D çıxır. Qalır C variantı. The tiger is as strong as the lion. Choose the correct variant. Policeman's bravery spread all over the town. Didn't. Mən burada əvəzliyi qoymalıyam. Nöqtədən dərhal sonra policeman cəmdə olduğu üçün cəm əvəzliyi qoymalıyam deyə A-nı çıxıram. Z təkdə istifadə olunur. Yeni çıxıram. Z-dən sonra təşsim gəlir. Elə 2-də çıxacam. Yenə təşsim gəlməlidir. Qalıram B ilə D arasında. İkinci tərəfdə isə ümumi mübtədamı istədiyi üçün artıq orada the policeman's bravery qoçaqlığından söhbət etdiyi üçün bravery də tək olduğuna görə it-lə əvəzlənir. Olur. Ona görə də D-də çıxacaq, Z cəmdir, qalır B variantı. The policeman's bravery spread all over the town, didn't it? Yəni deyilmir. Choose the correct exclamatory sentences. Düzgün nida cümləsini seçin. What amazing shoes you have. Bir doğrudur. What cümləsində isim, əvəzli və xəbər olmalıdır. Bəzən ismi təyin edən sifət ola bilər. İsmin cəm olduğu üçün ona artikulun ehtiyacı yoxdur. Ona görə bir doğrudur. How amazing your shoes are. Bu da doğrudur. Haldan sonra sifət və yaxud da zərf isim gəlir. Və sifətlə ismi birləşdirən hər hansı bir təyin edici söz olmalıdır. Bu yəli əvəzli də ola bilər, zərf də ola bilər, işarə əvəzli də ola bilər. Burada yəli əvəzindən istifadə olunur. İki də doğrudur. What amazing shoes have you got? Baxaq. You have got olmalıydı. Have əvvələ keçib deyə 3 səhvdir çıxırıq. How amazing shoes have you got? Yenə də səhvdir. 4-də çıxırıq. Qalıq 1 ilə 2. D variantı. Choose the correct variant. I'm looking forward to. Forward to hissəsindən sonra ing-li fe'l gəlir. Hearing from you soon. B variantı. Choose the correct variant. Düz cümlədə seçin. The chess player's mistake. Şahmat oyuncusunun səhvi bu ola bilər. Biri götürürəm. The women sözü belə cəmlənmir və yeli halda belə olmur. Ona görə də 2 səhvdir. The children's rights 3 doğrudur. To-dan sonra hours cəmlənməli və apostrof qəbul etməli 4 səhvdir. Tomorrow's forecast bu da doğrudur. Tomorrow, today, yesterday bu tip sözlər cəmlənmir, amma apostrof ilə yeli halda çevrilir. 1, 3, 5. A variantı. Which adjectives are close in meaning? Hansı sifətlər məna cəhətdən yaxındır? Baxaq, fearful qorxuludur. Fairy sehirli. Faithful sadiq, devoted də sadiq. 1-dən 4-ü götürürük. D variantı. Proud da fəxr etmək, fəxrli. Choose the correct modal verb. Düzgün modal fe'li seçin. To wash the dishes. Burada to olduğu üçün həm baxıram variantda should-la to işlənməz, A-nı çıxıram. Have-lə to ola bilər, B qalsın. Must-la to işlənməz, C-ni çıxıram. Have-lə to arasında heç bir sözcüyümdə not ola bilməz, D-ni çıxıram. Can-dən sonra da to olmaz, D-ni çıxıram. Qalır B variantı. I have to wash the dishes.
Choose the correct variant. Cattle considered sacred in India. Uzlaşmalı istirmənlər və cattle cəm isim olduğu üçün are bir də völünü götürürəm 1-lə 2 A variantı. Choose the correct variant. Sarah is looking the book that once belonged. Belongdan sonra to işlənir. Looking də burada mənaya əsasən baxıram. Deməli burada axtarır demək istəyir. Sarah is looking for her the book that once belonged to her father. Atasına aid olan kitabı axtarır. Burada lookla olanları tərcümə edib qoymalısınız yerinə. Choose the correct variant. Düzgün variantı seçsin. Bizə deməli zaman uzlaşmasıdır. If-i verib iki tərəfdə özümü uzlaşdırmalıyam. Baxıram. Və keçmişdir will gələcək, B-ni çıxıram. Will gələcəkdir, was keçmişdir, D-ni çıxıram. If-dən sonra will olmaz deyə C-ni də çıxıram, Y-ni də çıxıram. Qalır elə A variantı. He won't go or will not go to the country on Sunday if the weather is windy. Choose the correct variant. Washington is a state in the Pacific Northwest region of the United States. Burada Z işlənir, burada da boşluq. Which is bordered on the west by the Pacific Ocean. Mənə veriləcək Z A variantı. Choose the correct variant. Bağlayıcı bölməsinə aid bir sualdır. Nice ilə or işlənməz. A-nı çıxıram. Not only but also olmalıydı. B-ni çıxıram. Both and doğrudur. C qalsın. Aiz ilə or olmalıydı. D-ni çıxıram. Both'la da and olurdu. Y-ni çıxıram. Both she and her sister lived in New Orleans. Choose the correct variant. Düzgün variantı seçin. Mr. Smith has to go to the conference. Mən baxıram burada təsdiq cümlədir. Ona görə də nice have I çıxacam. Nice do I çıxır. Qalır A, B, Y arasında. Has to'ya baxıram. Feilimi təyin etməliyəm ki, kömək feilinə qoyacam. Has to modal feildir və sual və inkarı do does'la düzəlir deyə. Hərflə cavab ala bilmələm. B-ni çıxıram. Çaşdırmaq üçün qoyulub. Hərfdən sonra mütləq diqqət edin. Əgər P2 varsa həfəsindən sonra sual və inkarını özü düzəlir. Amma to varsa artıq sual və inkarını do da düzəlir. Və yaxud da has tək olarsa var olmaq, malik olmaq mənasında onun da sual və inkarını do da düzəlir. Amma have got olarsa has got sual və inkarını özü düzəldir. Okay. So do I doğru variantdır. But I don't olmalıydı artıq burada. Do not olmalıydı. Çünki orijinal cümləmiz təsdiq isə batla cavab alırsa ikinci tərəfi inkar verməliydik. Choose the correct passive voice version of the sentence. Jane teaches English at this lyceum. Baxıram, teaches-lə cümləni başlaya bilməz. O kömək verim yoxdur birincisində. A-nı çıxıram. Jane-lə cümlə başlaya bilməz. B-ni çıxıram, C-ni çıxıram. Cümləm indiki zamanda olduğu üçün was ola bilməz. D-ni çıxıram. Qalır Y variantı. English, həm də tamamlığım English idi. English is taught by Jane at this lyceum.